bize doğru olan şehir aileler, şehir şimayeti, bizim ondan sonra da diğer kanallarımız var, şehirde Milli Məclisdən var, İcradan var, məktəblərdən var. Balaca dostlarımız da var, orada yaşayırlar. Hamımızı salam verirəm və sizin simanızda bütün xalqımızı, ordumuzu, əsgərlərimizi salam verirəm. İlqimdən, dini məsuliyyətinə nasıl olmuyor, hər bir Azərbaycan vətəndaşını məhsizlərin simanızı salam verirəm. Allah sizləri qorusun deyirəm, qarşıdan bilirsiniz ki, ümumi Azərbaycanın üzərində həmrəlik bayramı gəlir, bizim öyrənilməyənlər kimi uzun müddət yeni bilsəklə, bu dünya Azərbaycanların bir həmrəlik üçün tarixli xalqı. Bu münasibətində tədbir keçirməyə bizə şərait yaratmış. Səvlər Allah sizə minnətdarlığımı bildirirəm. Qonaqların bərabər ki var. Bu sizin zərbətinizdir, əziyyətinizdir ki, buna çıxdıq sözləri və bizim bu qəlbi sağlam ailələrimizi və dostlarımızı bir araya toplaya bilmək. İndi bir saatdan müəyyən qədər gördünüz. Mənim bir şeirim var, mən bugün burada deməyəcəm. Yəni, belə bir mənada yazmışam ki, mərhələmdən sonra. Yəni, mənim o qəmli taleyini bilən bilir nə çəkmişəm. Bilən bilir. Bilməyən demək qəmli eləmək istəmir. Onun başqa niyyətləri var. Bunlar da qəmlidir. Onu mənim ilk dəfə görənlər görürlər. Abdullah dəfn olmanda görürlər mənim simanımda, vəziyyətimdə, mənim bu cismanı dəyişikliyim, saçlarımın ağarmaqda çox şeylər Abdullahda zor oldu. Burada bizim valideynlərimiz var, çoxlarını da görürəm ki, həmən bu şeylər çıxaraq onlarla da yaranır. Böyük bir iş. Amma biz həmişə qəmlərdən danışmışıq, həmişə kərəmlərimizdən çox danışmışıq, bu lazımlıdır. Görürsünüz ki, bəzən çox özümü saxlaya bilmirəm. Heç oğlum yox, başqa şəhidlərimiz üçün mən gözünü kömlərdən ağlayıram. Kişi üçün ağlayır. Bu bir şuar. O ki, 18, 20, 25, 30, 35 yaşında o şeydə şəhadəti göstərir, igidliyi göstərir, qəhrəmanlığı göstərəbilir və özümə sıxışdırıb bir an körlərimi gözümdən bir yaş axırsın. Bu mümkün olan şeydir, mən özüm üçün danışıram. Bunun üçün gerək körləsin. Amma onlar bir qəhrəmanlılar, Allahın bir mələkləriyirlər. Onlar Allahın yeryüzündə nurluyurlar. Bu xalqın 30 illik fikir verirsiniz. Bu ağıl nalələr nə qədər oldu, bu ocaq uşaq. Allah bu erməni faşistlərlə lənət eləsin, bu ürəklə deyil. Onlar səbəbkarlıqlar bütün bunlar, ailələrimizin dağılmaqla, bax bu cürlər, bu cinnalı içində yaşamağımıza neçə illərdir onlar bizə də olmayan əziyyətləri veriblər, olmayan çətinliklər, nə qədər bizim kəndlərimiz, torpaqlarımız, işğalı indi o yana, o vətəndaşların da çoxsunu görsən, əsir götürürlər, başlarına min bir oynatırlar. Belə bir düşmənimiz olur bizim. Amma bugünkü gündə bunlardan qisas alınırsa, məhz bizim bax, burada əyləşən, bu analarımızın böyüklüyü, bu oğulların hesabına irəli gedir. Bunlar doğrudan da bir qəhrəmanlılar. Azərbaycan suverenliyi tam bərpa olundu. Yəni, neçə faiz 25-liklər, neçə deyirlər ki, torpaqlar işğal altındır, hamısı varkarlıdır. Bu soyun torpaq üstündə şeir deyəcəndə mən burada biləcəksiniz ki, onlar necə etap irəli gedirlər, necə gedirlər. Bizim vəhdətimiz olmasaydı, bizim qələbəmiz də olmazdı. Bizim vəhdətimiz ümumən ölkə başçısı İlham Əliyev, Prezident İlham Əliyev verir, Ərmanə Əsasən ki, bütün deməyələ könüllü və səfərbərlər, ondan sonra digərləri, hərbidə olanlar hamısını ilə ayağa qalxdılar və düşmənin üstə getdilər. Mən burada bir haşirdən çıxmaq istəyirəm. Bilirsiniz ki, bizim dinimiz İslam dini. İslam dinində qətl olunan, ondan sonra vətən üçün, Allah üçün bu addım atan, qanundan keçənə şəhid deyirlər. Amma şəhid deyirlər. Mən yaxında qarşıma bir video çıxdı, orada baxdım, gördüm ki, Füzulidə kəndin adını bilmirəm. Orada ağaclığın arasında 10 minlərlə bu hərbiyə çağırılanlar ki, 27 sentyabr 07:30 səhərdə vida üçün namaz qılırlar. Onların içərisində ömründə bir rükət namaz qılmayanlar da o uşaqlar. Amma xahiş olunur ki, qabaqda getmiş namaz dayanacaq, buna iqtidar eləsinlər və onlar üçün bu namaz yazılar. Fikir verirsiniz, mən 34 il ibadət edirəm.
Amma o bir dəfə dayandı onun arxasında və oradan ayrıldı, 2 saatdan sonra şəhid oldu. Allah Teala namazın da fəzilətini, orucun da fəzilətini qəhrəmanlarımıza verir. Ancaq biz deyirik ki, müsəlmanım, bizim Qur'an-ı Kərimimiz var, oruç var. Qur'an-ı Kərimdə nə deyir? Hudan lil muttaqin. O belə bir mən ayəni demirəm ki, zəlikəl kitabları və fi hudan lil muttaqin ellezine yu'minuna bil gayb. Yəni burada demək istəyir ki, bu Qur'an-ı Kərim doğrudan da müttəqilər üçün nazil olur. Müttəqi olmayan insanların kitabı deyil Qur'an-ı Kərim.